Herkese selam. Bugün yeni bir qutu açılımı edirik. Runeil'dən yeni seriyasının gelləri gəlib. Onlara baxaq görək bizə nə göndəriblər. İçərisində nələr var. Qutumuzu açaq. Gözəl bir bağlamadır. Həmişə belə bu şəkildə göndəriblər. Nə gözəl görsənir. Yeni seriyanın gelləri. Neçə rəngdir içində? Hər halda 35, 28. Hamısı düşünürəm ki, fərqli tonlardır. 3 burada, 5, 3 də burada. 8 dənə rəngi var yeni seriyanın. Bu seriyanın fərqi ondadır ki, bunlar rəngli gellərdir. Onu elde bilirsiniz. Kamuflaj tonlar, zərli tonlar var idi. İndi isə yeni rəngli gelləri gəlib. Bu gelləri qoyuram kənara və bir sizinlə burada hamısının açaq rənginə baxaq. Bu seriya ikon adlanır. İkon da deyə bilərsiniz, icon da deyə bilərsiniz. Ürəyiniz necə istəyirsə, Runeil Professional tərəfindən və mənim götürdüyüm 34 nömrədir. Baxın. Çox gözəl ton olaraq. Mavinin gözəl tonlarından biridir. Qatılığına baxaq. Elə bir qatılıqdadır ki, üst formada da rahat istifadə edə bilərsiniz. Çünki çubuğu salanda artıq mən hiss edirəm onun axışqanlığını. Üst formada da rahat işlətmək olar. Gel bərkitmədə də işlənə bilər. Bu 34 nömrəsi. Növbəti götürdüyüm isə 35 nömrəsidir. Gəlin bunun rənginə baxaq. Nə gözəl, nə gözəl. Fənnin rənginə oxşur. Yaşıl və mavinin qarışığı. Eyni qatılıq, eyni tekstura. Axışqanlığı yaxşıdır. Pigmentasiyası da yaxşıdır. Düşünürəm ki, istifadə etsək şəffaflıq yaratmaz. İstifadə edəndən sonra yenə fikrimi bildirəcəm. Növbəti nömrə 31. Baxaq görək burada necə bir rəng bizi qarşılayacaq. Mən də sizinlə birgə açıram deyə mənə də maraqlıdır. Palitrası da yoxdur deyə tonlar necə olacaq? Həvəslə gözləyirəm. Gözəl bir çəhrayı bizi qarşılayır. Elə bir tonlardır ki, bunlar yay ərzində istifadə edə bilərsiniz. Açıqdır, rənglərin açıq tonlarıdır. Tekstura eynidir. Axışqanlıq eynidir. Rəng çox gözəldir. Dırnaqda da belə qalacaqsa, işimiz çox asan, çox rahat. Bunun üzərinə bir frenç düşünün. Necə gözəl görsənər. 31 nömrəsi. 30. Artıq 4-cü rəngi açırıq. Üçünü bəyənmişik. 4-cünü də bəyənərik. Çünki burada qəşəng bir şaftalı tonu var. Kameradan da çox gözəl görsənir rəngi. Açıq şaftalı tonu. Sevərək istifadə edə biləcəyiniz bir tondur. Millisi isə bunların 15 milli olmalıdır. Bəli. 15 qramdır içərisində. Balaca ölçüdür. Bu seriya bu ölçü ilə gəlib. Yəni, böyük qablaşdırılmaları yoxdur. İkon seriyasının. Və mən artıq 4 rəngi açandan sonra, mən inanıram ki, siz məndən əvvəl görmüsünüz bunu. Mən 4 rəngi açandan sonra görürəm ki, rənglər qablaşdırılmanın üzərində var imiş. Yan hissələrdə, içində hansı rəng olduğunu zaten göstərir. Düzdür, tam bu ton deyil. Bundan biraz açıqdır içində. Bundakı da daha açıqdır. Amma rahatdır, yəni şkafınızda olanda, sizə çəhrayı lazımdırsa, səhvən bunu götürməyəcəksiniz. Biləcəksiniz ki, nömrəsini bilməsəniz də biləcəksiniz ki, çəhrayı budur. Burada indi bir yaşıl gözümə dəydi. Baxaq bunun yaşıllığı necədir? Oy, sizcə necədir? Qızlar, belə yaşıl rəng gel görmüşdünüzmü? Maraqlıdır deyilmi? Bunu qəşəng sarı rəngdən ambre yığmaq olar.
yağ sarısı və bu yaşıl. İkisi bir arada çox gözəl görsənir. Otuz üç nömrə bənövşəyi tondur. Üstündə də görsənir. Lila axtardığınız müştərilərin istədiyi lila ton. Bu geli alırsınız, dırnağı bununla işləyirsiniz və üzərinə bir də lak vurmursunuz. Ustanın işini asanlaşdıran, hal-hazırda ən çox da üst forma ilə işləyən ustalar üçün işimizi asanlaşdıran material geldir. Gel nə qədər çox olsa, işiniz o qədər tez bitir. Çünki məcbur olmursunuz ki, üzərinə bir də lak çəkəsiniz, vaxtınız getsin ona. Siz də alın belə qəşəng yay tonlarını və birbaşa bununla işləyin. Burada bir sarı rəng gel var. 29 nömrə. Görək bizim istədiyimiz, arzuladığımız, müştərilərin sevdiyi yağ sarısıdır, yoxsa tündür? Özüdür ki var, qızlar. Tam özü. Nə bir ton açıq, nə bir ton tünd. Əsl müştərilərin istədiyi, bizim də səhifələrimizi gözəlləşdirən sarı gel. Özünüz baxın, biraz qabı da buladım. İkon seriyamızın sonuncu nömrəsi 32. Buradan isə çəhrayı ton çıxmalıdır. Bayaq açdığımız çəhrayı biraz açıq idi. Yəqin ki, böyük ehtimalla bu daha tünd bir ton olar. Çətin açıldı. Bu saqqız rozusudur. Bubblegumların rozusu. Bu da gözəldir. Biraz çox az bənövşəyi tona qaçır. Kamerada da görünür. Tonu necə gözəldir. Mən bəyəndim. Mən sevinirəm. Bu rəngdə gellərim olduğu üçün xoşbəxtəm. Bunun da qapağını bağlayaq. Burada bizim Runeyilimizin köhnə seriyadan olan köhnə seriya dediyim, yəni həmişə olan seriyasından 2 nömrəsi də var. 138 şimerlidir. Üzərində də görürsünüz, şimerli bir yazıdır. Bir də 133. 2 dənə tonudur. Baxaq görək necə bir rəngləri var. Runeyilin bu qablaşdırılmasının ən sevdiyim xüsusiyyəti bu hissəsində bu detayın olmasıdır. Əlavə əziyyət çəkmirik, açmağa vaxtımız getmir. Sadəcə buradakı nakleykanı qaldırırıq. Mən dırnağıma gellə yox, baza ilə işləmişəm deyə o qədər həssasdır. Yəni heç işlənməmiş kimi bir şeydir. Bu hissədən sadəcə stikeri qaldırırıq və içində gelimizin gözəlliyi bizi qarşılayır. Mənim zərli gellər favorimdir. Çox sevirəm, həddindən artıq çox sevirəm. Runeylində keyfiyyətini işlədənlər bilir, işlətməyənlərə mütləq işlətməyi tövsiyə edirəm. Heç bir atslöka verməz, qırılmaz. Ustanın işinin qalıcılığını artıran bir markadır. Ona görə siz də rahatlıqla alıb istifadə edə bilərsiniz. Bu nömrə 133. Çox açıq, çox açıq yasəmən rəngidir. Soyuq bir tondur və zərləri göz oxşayır həqiqətən. İndi ikinciyə baxaq. Baxın necə rahatdır. Bağladım və salam. Aşması, daşması olmur buna görə. Çox rahatdır. Keçək indi 138 nömrəyə. %38 nömrə isə daha çəhrayı tondur, kremsi tondur. Özü kremsidir, içinin zəri isə çəhrayıdır. Maraqlıdır. Digər nömrənin zərləri daha iri idi. Burada isə zərlər xırdadır. Demək olar ki, görünmür. Bitirka effekti verir. Fərqli gel axtarışında olan xanımlar rahatlıqla alıb sınaya bilər. Axışqanlığı sizə göstərirəm.
Çox rahat üst formada quruyur. Gel bərkitmədə pilkasız texnika ilə işləmək olur. Özü öz formasını alır. Mənim həmişə işlətdiyim və sevdiyim bir markadır Runail. Tələbələrimi də hər zaman məsləhət görürəm. Həm münasibdir qiyməti, həm də ki, illərin özünü sübut etmiş bir markasıdır. Getdikcə də görürsünüz, daha da çeşidləri çoxalır, daha da inkişaf edir, böyüyür. Ona görə Runailci deyilsinizsə, bu videodan sonra Runailci olun və gedin onun bu gözəl məhsullarını siz də alın, istifadə edin. Yox, əgər məndən əvvəl bunları alıb istifadə eləmişdinizsə, o zaman kommentlərdə öz fikirlərinizi bildirin. Necədir, razı qalmısınızmı? Daha çox video, daha çox məlumat üçün isə məni Instagramda, TikTokda və digər platformalarda izləməyi unutmayın. İndi mən bu gellərdən palitra hazırlayacağım, onu isə Instagram videomda bölüşəcəm. Ona görə Instagrama keçid edin, mənim videoma baxın və palitrada rəngləri necə görsənir, onu da öz gözlərinizlə görün. Gələn videoda görüşərik. Hələlik.